Çaşır otunda tapılan parietin adlı qırmızı pigmentlər xərçəng hüceyrələrinə yer edilib. 2 gündə xərçəng hüceyrələrinin yarısı öldüyü müşahidə edilib. Həzmi asanlaşdırır, tərkibində olan C vitamini ilə vücudu gücləndirir, mədəni rahatladır. Naxçıvanda və Azərbaycanın bəzi rayonlarında yay aylarının əvəzolunmaz olan çaşır bitkisi iştah açıcıdır və şəkər xəstələri üçün suyu, kökü və gövdəsi çox faydalıdır. Çaşır şəkər metabolizmində mühüm rol oynayır. Şəkər səviyyəsinin tarazlığını qoruyur. Kökün kimyəvi quruluşunda olan qumirisinənin bağırsaqlardakı qurd əleyhinə təsiri aşkar edilib. Ürək əzələlərini möhkəmləndirir və ürək ətrafı damarlarda daralmanın qarşısını aldığı müəyyən olunub. Həmçinin xərçəng və şişlər əleyhinə antibakterial təsiri var. Bu videonu paylaşdığımız səbəbi yalnız sizin sağlamlığınız üçündür. Bilirəm ki, indi bəziləri kommentariyada tənqid edəcək, bəziləri razılaşmayacaq. Amma mən eşitdiyimə inanmıram. Öz gözlərimlə bu məhsuldan istifadə edib razı qalan insanları görmüşəm və buna görə də sizinlə bölüşmək qərarına gəldim. Mən heç kəsə məcbur etmirəm. Sadəcə olaraq faydasını gördüyüm və haqqında müsbət rəylər eşitdiyim bir məhsulu sizə də tanıtmaq istəyirəm. Əgər belə maraqlı məlumatları qaçırmaq istəmirsinizsə, səhifəmə abunə olmağı unutmayın.